Qərb mədəniyyətində xanımlardan, qadınlardan adətən əbzar olaraq istifadə olunur. İqtisadiyyatda əbzar, reklamlarda əbzar. Eyni halda musavat və bərabərlik şüarı ilə bu əbzarlıq baxışını gizlədirlər. İslam dinində bərabərlik məsələsi deyil, eynilik məsələsidir. Qadın və kişi eyni ruhdandır. Nəinki bərabərdirlər. Haman ruh ki, kişi yaranıb, haman ruh da xanım yaranıb. Quran Nisa surəsinin 1-ci ayəsində buyurur. Ona görə hər nə ruha aiddir, eynidir. Ruhi dirçəlişlər, ruhi fəaliyyətlər, onlar ki, bir cinsi görə bilər, o birisi cinsi də görə bilər. Şəhid rəhbərin diqqəti xanımların fəaliyyətinə müxtəlif sahələrdə biz müşahidə edirik. Hətta idman sahəsində də vaxtı idmançı xanımlar gəlirdilər görüşünə, buyururdu, sizlər bizim iftixarımızsınız və bundan fəxr edirik. Ona görə bütün sahələrdə, ictimai sahələrdə, siyasi sahələrdə və başqa sahələrdə bu məntəqədə xanımların bu tədadda, bu sayda aktiv fəaliyyətləri bu rəhbəriyyətin, müdiriyyətinin içində baş tutubdur.